Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi maraqlı, həm də çox dadlı pendirli çubuqlar hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi 1 kilo Holland pendiri almışam. Bunu nazik-nazik doğrayacağam. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Pendirin yarısını doğradım və bunları qaba düzüb soyuducuya qoyacağam buzluq yerinə. Bir 30 dəqiqə bunu buzluqda saxlayıram ki, donsun. Pendirlərimiz soyuducuda donana qədər burada içliyimizi hazırlayıram. Biraz un götürmüşəm. Üzərinə 1 qaşıq duz, biraz istiyot, 1 qaşıq sarımsaq tozu əlavə edib yaxşı-yaxşı qarışdırıram. Həm fərqli, həm də dadlı bir yeməkdir deyərdim. 2 ədəd yumurtanı da yaxşı-yaxşı qarışdırıram. Yumurtanı da qarışdırdım və ərzaqlarımız hazırdır. Soyuducudan da pendiri çıxardıram. Səsini eşidirsiniz, necə donduğunu görürsünüz. İlk öncə yumurtaya, sonra isə una, sonra yenə təkrar yumurtaya, sonra isə suxarikə batırıb kənara yığıram. Bunu bir neçə növdə hazırlamaq olur. Mən bu dəfə bu formada hazırladım. Hamısını eyni qayda ilə hazırlayıram. Pendirimiz hazır oldu. Tavamıza yağ əlavə edirəm. Mən günə baxan yağından istifadə edəcəm. Qeyd edim ki, yağ qızmalıdır, qaynar olmalıdır ki, pendirlərimiz tez qızarsın. Və gördüyünüz kimi pendirləri yağın içərisinə əlavə edirəm və yağın necə qızdığını da özünüz görürsünüz. Artıq bir hissəsi qızarıb, bunları çevirirəm. Pendirli çubuqlarımız bişdi. Gördüyünüz kimi asan və tez başa gələn çox dadlı bir yeməkdir. Təkrar yenə də qazanımıza yığıram. Eyni qayda ilə hamısını bişirirəm. Artıq pendirli çubuqlarımız da bişdi, hazır oldu. Möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu.
Gördüyünüz kimi xırçıltılı, çox dadlı, ləzzətli pendirli çubuqlarımız hazır oldu dəyərli izləyicilərimiz. Bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun.